Və bir halda ki, bu söhbət düşüb, mən bir tarixi faktı da çatdırmaq istəyirəm. Baxmayaraq ki, bu artıq məlumdur. Bəli, 1968-ci ildə, 1969-cu ildə Ermənistan Azərbaycana yenə də torpaq iddiaları ilə çıxış etdi. Və onlar da 32-ci ildə gərək ki, Zakafkaziya Kartografiya İdarəsinin yarattığı xəritələrdən o vaxtlar istifadə etmişlər. Və məlumdur ki, bunu yerə Həsən Həsənov da bilir, o vaxtları o xəritələri yaradanlar da hamısı ermənilər olmuşdular və o xəritələri şübhəsiz ki, saxtalaşdırmışdılar. İndi bizim tərəfimiz təəssüf ki, bu arada sayıq olmayıbdır. Elə bizim xüsusiyyətimizin, bizim millətimizə zərər vuran xüsusiyyətimiz bir də bundan ibarətdir ki, elə hallarda nəinki biz sayıq olmuruq, nə çevik də olmuruq, amma müqabil tərəf bizdən sayıq da olur, bizdən çevik də olur, bəzən bizdən güclü də olur. Təəssüflər olsun. O xəritələri götürərək Azərbaycanın cürbəcür hissələrindən Ermənistana sərhəd olan hissələrindən torpaqları iddiasına başlamışdır. Mənim xatirimdədir. O vaxtları mən Respublikanın rəhbəri deyildim, amma rəhbər vəzifə tuturdum Respublikada. O vaxtki Respublikanın rəhbərləri bir neçə dəfə Ermənistanın rəhbərləri ilə görüşlər keçirdilər. 68-ci ildə bir protokol da imzalanmışdır. O protokol da indi arxivdə var. Dünənləri bir daha onu mənə göstərdilər. Ki, o ermənilər iddia etdiyi torpaqlar, o Naxçıvanın demək, Ermənistana bağlanan Sədərək rayonun ərazisindən bir qismi torpaqdır. Sonra Ordubad tərəfindən Meğriyə bağlanan torpaqdır. Gədəbəy rayonunda bir qismi torpaq, orada bir Tağlar kəndi vardı, mənim xatirimdədir. Sən bilərsən, Gədəbəylisən. Berk rayonundan Tağlar kəndin adı yadımdadır. Tağlar kəndi idi. Sonra Qazax rayonundan orada bir neçə torpaqlarıdır. Qubadlı rayonundanıdır. Laçın rayonundanıdır. Onları iddia edirlər. Və təəssüflər olsun ki, Azərbaycanın o vaxtki rəhbərləri də bundan razılaşmışdılar. Protokol da imzalanmışdı və 1969-cu ilin may ayında Azərbaycan Ali Soveti Riyasət Heyəti mərhum İskəndərov Ali Sovetin sədri fərman imzalanmışdı ki, o torpaqlar verilsin.